Fitrə sədəqəsindən danışaq. Fitrə sədəqəsi deyilir, fitrə zəkatı deyilir. Yəni bu Ramazan bayramından əvvəl verilir. Bir gün qalmış, 2 gün qalmış. Bu gün deyil, sabah deyil, 2 gün qalmış. Bayram namazından sonra artıq ümumi bir sədəqə sayılır. Kimin imkanı varsa, imkanı olmayan vermir. İmkanı olana aiddir. Amma bu demək deyil ki, kiminsə imkanı yoxsa vermirsə, onun orucu kamil deyil. Yalandır, belə şey demək olmaz. Deyək ki, birdən səhlənkarlıqdan vermədi bir insan. Sayılır orucu. Verilmədiyinə görə günah qazanır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem fitrə zəkatın oruç tutanın pis və boş-boşuna etdiyi əməllərdən təmizlənməsi və kasıbların doyması üçün vacib etmişdir. 3 kilodur. Ya qreçkadır, ya düyüdür, ya makarondur. Yəni bir insanın gündəlik bir sutkalıq yeməyi varsa evində, o da çıxardır. Bu zəkat o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verilməlidir. Məsələn, evin sahibi həyat yoldaşı, uşaq və ya sənin xidmətçin var, onun da yerinə verilir. Atası, anasının yerinə verilir. Verə bilər bir insan. Ailə başçısı olur, deyir ki, mən bütün ailənin yerinə verirəm. Bəli, bir yerdə yaşayırsınızsa. Ayrı-ayrı yaşayırsınızsa, misal üçün, ata ev ayrı yaşı, oğlan ayrı yaşı, hərəc öz ailəsini çıxardır. Və yaxud ata deyir ki, mən hamısı yerinə çıxardıram. Olar? Əlbəttə ki, olar. Yəni, fitrə zəkatın çıxarılma miqdarı bir insanın boyuna 3 kiloqram. Kişmiş, düyü, makaron, qreçka, qarabaşaq, noxud, bulgur. Bu kimi qida məhsullarından təyin olunur. Yəni, fasoldur, merciməkdir, bundan yemək bişir, yəni. Düyüdür. Yəni, yaxşı olan, imkanı olanlar, imkanı varsa düyü daha çıxarmaq. Çünki düyüdən evdə aş bişirəcəklər. Bütün hədislərdə pul deyil, ərzaq olaraq təyin edilmişdir. Pulu hansı halda verə bilərsən? Deyək ki, sənin ətrafında heç kimsə yoxdur, tanımırsan. Və yaxud da, misal üçün, bir çox insanlar bunu bir müsəlmanlar edirlər, məscidlər edirlər və ya xeyriyyə təşkilatları edirlər. Yəni, deyək ki, pul yığılır, deyək ki, mən tanımıram və ya vaxtım yoxdur. Pul verirsən həmən şəxslərə, onlar nə edirlər? Qida məhsul alırlar, bayramdan əvvəl çıxardırlar. Nəyə görə pulla deyil, bəyənilmir? Çünki sən verdin pulu, getdi başqa şey aldı. Çünki buradan məqsəd nədir? Evində yemək bilsin. Bəzi deyir ki, mənə ehtiyacım yoxdur, pul ver. Ehtiyacın yoxdur, o zaman ehtiyacı olana verərik. Deməli, sənə ehtiyacın yoxdur. Bəzisinə verirsən, qəbul etmir. Deyir, mənə pul ver. Niyə? Ehtiyacım yoxdur. Deməli, ehtiyacın yoxdur, sənə düşmür. Bizdə nə yaxşıdır? Çox gözəl haldır. Allah bizim bütün müsəlmanları qorusun. Görürsən ki, imkan alanlar 3 kilo alandan sonra əlavə alır. Əlavə çay alan var. Deyək ki, bəziləri ət alıb qoyurlar üzərinə, bəziləri yağ qoyurlar ki, evində bu kərə yağı ilə yeməyi bişirsin deyə, aş bişirsin. Gözəl əməldir. Ola bilər ki, ailədə 5 nəfərdirsə, bir payı düyü seçin, bir payı qreçka seçin, bir payı makaron seçin, rəngarəng olsun. Belə də eləyə bilərsiniz yəni.